Avqustun 15-dən Bakı metropoliteni qırmızı və yaşıl xəttlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə start veriləcək. Məlumata əsasən, xəttlərin ayrılması layihəsi Bakı metrosunun gələcək inkişafı üçün seçim deyil, strateji zərurətdir. Tikinti işlərinin 10-11 ay davam edəcəyi bildirilir. Bu müddət ərzində Dərnəgül istiqamətindən hərəkət edən qatarlar Nizami stansiyasına qədər hərəkət edəcək və oradan geri qayıdacaq. Qeyd edilib ki, tikinti işləri başa çatdıqdan sonra yaşıl xətt Dərnəgüldən başlayaraq Cəfər Cabbarlı stansiyası vasitəsilə Xətai stansiyasına qədər fəaliyyət göstərəcək. İlkin mərhələdə yaşıl xətt üzrə interval 3 dəqiqə 30 saniyə olacaq. Növbəti mərhələ Y15 stansiyasına qədər tunellər və geri dönmə infrastrukturu tamamlandıqdan sonra yaşıl xətt üzrə intervalın təxminən 2 dəqiqəyə qədər azaldılması mümkün olacaq. Məlumata əsasən, xəttlərin ayrılması layihəsinin icrası dövründə qırmızı xətt üzrə bütün stansiyalar fəaliyyətini əvvəlki qaydada davam etdirəcək. Lakin Dərnəgül istiqamətindən gələn qatarlar artıq ortaq sahədə hərəkət etmədiyi üçün 28 may Həzrət Aslanov sahəsində mövcud olan 1 dəqiqə 45 saniyəlik intervalı saxlamaq mümkün olmayacaq.